Salamlayıram əziz izləyicilər. Bugünkü qonaqlarımızdan biri BMW F30 modelidir. Avtomobil 328 modeldir. Yəni 2 turbo, benzin mühərrikdir və X-Drive'dır, 4 çəkəndir. Bu avtomobil bizim yanımıza yaxınlaşdı, yoxladıq, check-up elədik. Hal-hazırda gördüyünüz kimi prosedur gedir. Prosedur isə nədən ibarətdir? Deməli, avtomobildə most yağı dəyişiləcək. Çöl qranat pulnikləri dəyişiləcək, mostun yan salnikləri cüt formada hamısı dəyişiləcək. Bütün problemləri qaldıracaq. Hal-hazırda mostu sökürük. Avtomobildə askı sistemində olan problemin hamısını həlli üçün bizim servisimizi seçə bilərsiniz və görülən işlərə zəmanət verilir. Əgər avtomobildə lazım olan ehtiyac hissəsini ehtiyac olduğu halda iki burada bir variantımız var ki, ya avtomobil sahibi özü təmin edir ehtiyac hissəsini, biz gördüyümüz işə zəmanət veririk və yaxud da ki, biz özümüz təmin edirik həmin ehtiyac hissəsini, həm ehtiyac hissəsinə zəmanət veririk, həm də gördüyümüz işə zəmanət veririk. Təşəkkürlər, izləmədə qalın.